Hörmətli cənab prezident, hörmətli qonaqlar, sizi bir də Azərbaycanda səmiyyətlə salamlayıram. Azərbaycana xoş gəlmişsiniz. Bizim sizinlə görüşlərimiz müntəzəm xarakter daşıyır. Son 4 il ərzində bu bizim 7-ci görüşümüzdür. Son görüşlər beynəlxalq təşkilatların toplantıları çərçivəsində baş vermişdir. Ancaq mən xatırlayıram ki, prezident kimi siz Azərbaycana ilk dəfə 2019-cu ildə gəlmişsiniz və bizim şəxsi münasibətlərimiz də o vaxtdan başlayır və bugün də uğurla davam edir. Mən 2022-ci ilin yanvarında Kiyevə səfərimi də xatırlayıram və sizinlə apardığımız fikir mübadiləsi və ondan sonraki təmaslar Ukrayna-Azərbaycan əlaqələrini daha yüksək səviyyə qaldırmışdır. Əməkdaşlığımızın çox güclü siyasi təməli vardır. 2008-ci ildə Kiyevdə və 2011-ci ildə Bakıda strateji tərəfdaşlığa dair 2 sənəd imzalanmışdır və bu da çox güclü siyasi sənədlərdir. O sənədlərdə ölkələrimizin qarşılıqlı olaraq ərazi bütövlüyü, suverenliyi, sərhədlərimizin toxunulmazlığı məsələləri öz əksini tapmışdır və bütün beynəlxalq təşkilatlarda qarşılıqlı olaraq Ukrayna və Azərbaycan ölkələrin suverenliyini, ərazi bütövlüyünü dəstəkləyir və dəstəkləyəcəkdir. Keçən il 2 mühüm hadisə baş vermişdir. Bakıda Xarici İşlər Nazirliklərinin məsləhətləşmələri keçirilmişdir və hökumətlər arası komissiyanın iclası keçirilmişdir. Bugün söhbət əsnasında bu tədbirlərin Ukraynada növbəti dövrdə keçirilməsi haqqında da fikir mübadiləsi aparılmışdır. Bir sözlə, bir çox istiqamətlər üzrə bugün biz uğurla əməkdaşlıq edirik. Bu əməkdaşlıq bugün bir daha təsdiqləndi. Müzakirə edilən məsələlər arasında siyasi dialoqdan başqa, xüsusilə energetika sahəsində əməkdaşlığı qeyd etmək istərdim. Burada həm əldə edilmiş nailiyyətlər var. SOCAR Ukraynada uzun illərdir ki, uğurlu fəaliyyət göstərir. Eyni zamanda çox gözəl perspektivlər var. Birgə layihələr var. Birgə təşəbbüslər, o cümlədən sərmayə qoyuluşu ilə bağlı məsələlər bugün ətraflı müzakirə edilmişdir. Təbii ki, ticarət dövriyyəsinin bundan sonra da artırılması məsələləri də gündəliyin mərkəzindədir. Bizim ticarət dövriyyəmiz $500 milyard ötüb, amma ümid edirəm ki, növbəti illərdə bu rəqəm daha da böyüyəcək, çünki buna da böyük imkanlar var. Hərbi texniki əməkdaşlıqla bağlı fikir mübadiləsi aparıldı və burada da çox böyük perspektivlər var. Həm Ukraynada, həm Azərbaycanda hərbi sənaye kompleksi inkişaf edir və burada birgə istehsalla bağlı, ümumiyyətcə sənaye sahəsində birgə istehsalla bağlı çox gözəl imkanlar var. Bu barədə də bugün ətraflı danışıldı. Və bütün başqa sahələrdə biz əməkdaşlığımızı dərinləşdirmək istəyirik. Qeyd etdiyim kimi, prezidentlər səviyyəsində son 4 il ərzində 7 görüşün keçirilməsi, sonuncu görüş 2 ay bundan əvvəl Münxen şəhərində olmuşdur, gözəl göstəricidir. Bu, əlaqələrimizin nə qədər dinamik olmasından xəbər verir, qarşılıqlı hörmətdən, qarşılıqlı maraqların təmin edilməsindən biz bugün danışırıq. Və əminəm ki, bugünkü səfər Ukrayna-Azərbaycan dostluq əlaqələrinin inkişafına növbəti mühüm töhfə olacaqdır. Bir daha sizi və bütün Ukraynalı qonaqlarımızı səmimiyyətlə salamlayıram. Дуже дякую вам, шановний пане президенте. Хочу подякувати. Hörmətli cənab prezident, çox sağ olun. Mən sizə за
təşəkkürümü bildirmək istəyirəm. O cümlədən nümayəndə heyətimizə göstərilən diqqətə görə minnətdaram. Bizim müxtəlif beynəlxalq platformalarda görüşlərimiz olub. Ötən il biz görüşlərimizdə qeyd etmişik ki, biz hər zaman bir-birimizi dəstəkləmişik ki, mən qeyd etmişəm ki, biz Azərbaycanın ərazi bütövlüyünü və müstəqilliyini hər zaman dəstəkləmişik və eyni zamanda biz Ukraynaya eyni münasibəti görmüşük. Əlbəttə ki, müharibə başladıqdan sonra bu mənim Azərbaycana ilk səfərimdir və mən bura nümayəndə heyətimlə gəlmişəm. Sizə təşəkkür edirəm. 6 sənədir bugün imzaladıq. Heyətlərimiz bir mənalı olaraq onların təfərrüatları ilə bağlı fikir mübadiləsi aparacaqdır. Bugün sahələrə gəldikdə bir nömrəli sahə təhlükəsizlikdir. Müdafiə sənayesi sahəsində artıma gəldikdə Ukrayna müharibə şəraitindən irəli gələrək öz müqavimət gücünü göstərdi və biz ekspert biliklərimizi bölüşmək istərdik. Bugün ekspertlərimiz Azərbaycandadır. Onlar Azərbaycanla olan həmkarlarına dəstək verir və biz bu tərəfdaşlığı bundan sonra da davam etdirərək birgə istehsala başlayacağıq. Digər mühüm sahələr var. Əlbəttə ki, bunlar bizim xalqlarımızın, ölkələrimizin təhlükəsizliyinə töhfə verir və sözün əsl mənasında biz istərdik ki, ölkələrimiz arasında bu əlaqələr daha da artsın. Əlavə olaraq, mən cənab prezidentə təşəkkürümü bildirmək istəyirəm ki, bizim tərəfdaşlığımız həmin bu çox sərt qış şəraitində davam etmişdir. Eyni zamanda, əlbəttə ki, biz hava hücumundan müdafiə tədbirlərini görmüşük, lakin buna baxmayaraq enerji sahəsində təchizata gəldikdə belə bir çox ağır bir dövrdə biz 11 yardım paketini almışıq Azərbaycandan. Bu yardıma görə biz öz təşəkkürümüzü bildiririk. Biz bu haqda xeyli söhbət apardıq. Biz həmçinin xüsusi olaraq cənab prezident sizə təşəkkürümüzü bildiririk ki, siz bizim uşaqlarımıza kömək edirsiniz. Uşaqlar, o övladlarımız cəbhə yanı bölgələrdən gəlirlər. Onlar əzab-əziyyətlərlə üzləşiblər, müharibədən əziyyət çəkiblər. Dəstəyinizə görə təşəkkür edirik və 500-dən artıq Ukrayna uşaqları buradadır və bu humanitar dəstəyə görə sizə minnətdarıq. İlk öncə biz energetika sahəsini müzakirə etdik, əməkdaşlığımıza nəzər saldıq. Bugün əslində nəinki Ukrayna üçün, bütün dünya üçün, Avropa üçün bu böyük bir çağırışdır. İranla müharibə aparılır. Bizə etibarlı tərəfdaşlarımız lazımdır bu halda. Buna görə sizə təşəkkür edirik ki, biz çox şadıq ki, Azərbaycanlı tələbələr bir çox hallarda məhz Ukraynanı öz təhsil bir ocağı kimi seçirlər. Biz buna görə də təşəkkür edirik ki, biz eyni zamanda sülh sahəsində səyləri müzakirə etdik. Bu, Ukrayna üçün olduqca vacibdir ki, yekun nəticədə bu müharibəyə son qoyulsun. Əlbəttə, biz bu prosesi vasitəçilik edən tərəfdaşlara minnətdarıq. Biz Azərbaycan prezidentinə minnətdarıq. Bizim üç tərəfli və digər formatda danışıqlarımız oldu. Onlardan bəziləri Türkiyədə baş tutdu. Daha sonra isə Amerikalı tərəfdaşlarımızla Cenevrədə görüşdük və danışıqlarımızı həmçinin Azərbaycanda istərdik aparaq. Bir halda ki, əgər bu diplomatiyanı həmçinin Rusiya tərəfi də seçərsə, cənab prezident, düşünürəm ki, müdafiə sənayesinə gəldikdə təhlükəsizlik elə bir sahədir ki, orada biz çox dərin əməkdaşlıq qura bilərik və biz çox çalışmalıyıq ki, bu məqsədə nail olaq və silahların istehsalına gəldikdə bu bizim xalqlarımız üçün sabitlik gətirə bilər. Bizim ölkələrimizin kifayət qədər imkanları var ki, bütün çağırışlarla üzləşərək tab gətirsin və istənilən bir ölkəni götürsək və hətta nəzəri baxımdan, əgər o təcavüzlə üzləşərsə, o bilməlidir ki, öz hərbi əməliyyatlarını apararaq özünü müdafiə edə bilsin. Bu baxımdan biz Azərbaycana sabitliyə, sülhə
gedən yolda Azərbaycana uğurlar arzulayırıq. Eyni bir arzularımızı biz həmçinin öz ünvanımıza bildiririk və bugün biz ən çətin, ən ağır müharibə şəraitindəyik. Mən səmimi sizə deyim, cənab prezident, mən bir hesabatı gördüm. Rusiya müxtəlif yerlərdə avia zərbələri yenidən endirib. Dağıntılar, göz qarşısında onlar dəmir yollarını, enerji infrastrukturunu, mülki təyinatlı obyektləri hücuma çəkirlər. Bugün əfsuslar olsun ki, artıq bəzi şəxslər öz həyatını itirib və xəsarət alan da var. Cənab Prezident, sizə minnətdaram ki, siz başsağlığı verdiniz və sizə çox təşəkkür edirəm bütün bu səfəri təşkil etdiyinizə görə. Затем состоялась короткая беседа президентов Азербайджана и Украины.